Salam. Data analitika müasir biznesin qərar vermə prosesində əsas rol oynayan sahələrdən biridir. Düzgün analiz, düzgün qərar verməkdir. Biz bu sahədə bilik və bacarıqlar qazandıran peşəkar təlim proqramını sizə təklif edirik. Mən Hacıyev Olafirən 7 ildir təlimçilik fəaliyyətləri məşğulam. Son 5 ilə yaxındır ki, beynəlxalq bankda data analitika olaraq çalışıram. Hal-hazırda Ev Akademiyada Excel, Oracle SQL, Power BI, Python kimi alətlərdən ibarət olan data analitika təlimləri tədris edir. Bu sahə üzrə Microsoft tərəfindən MCT, yəni Microsoft Certified Trainer statusunu əldə etmişəm. Data analitika təlim proqramımız 6 ay davam edir və 150 saata yaxın dərs müddətini əhatə edir. Eyni zamanda karyera dəstəyi, CV hazırlama, müsahibə simulyasiyaları və işə yönləndirmə xidmətləri də mövcuddur. Və məhz bu mərhələdə ilk modul olaraq data analitika giriş hissəsini Excel ilə başlayırıq. Excel sadəcə məlumat cədvəli deyil. Doğru yanaşma edərək biz bu alət vasitəsilə böyük həcmli məlumatları analiz etmək, trendləri müəyyənləşdirmək və menecment üçün effektiv hesabatlar hazırlaya bilərik. Data analitikasına keçid üçün ən əlçatan və geniş istifadə olunan vasitələrdən biridir. Bu modulda biz məlumatların təmizlənməsi və strukturlaşdırılması, əməliyyat sahəsində hesabatların qurulması, pivot cədvəllər, funksiyalar və qrafiklərdən istifadə, real biznes кейslər üzərində analizdən aparılması kimi mövzulara toxunuruq. İştirakçı bu mərhələdə təkcə Excel-i öyrənmir, həm də analitik düşüncə tərzini formalaşdırmağa başlayır. Bu, data analitika yolunun təməlidir. Gəlin indi Excel proqramını açaq və əsas anlayışlarla tanış olaq. İndi Excel proqramını açdıq və tamamilə boş bir iş vərəqəsi ilə başlayırıq. İlk olaraq proqramın ümumi quruluşu və əsas anlayışlarla tanış olacaq. İş kitabı, iş vərəqi, sütun, sətir, xana, formula bar və digər əsas elementlər. Excel'in necə işlədiyini başa düşmək üçün bu anlayışlar bizim üçün start nöqtəsidir. Ribbon, Excel'in yuxarı hissəsində yerləşən idarə panelidir. Burada müxtəlif tabs, yəni menyular, misal üçün File, Home, Insert, Page Layout, Formulas, Data, Review, View və digərləri. Eyninən menyular daxilində isə Groupslar, yəni əmr qrupları yerləşir. Hal-hazırda bizim gördüyümüz Home menüsünün alt qruplarıdır. Bunlar Clipboard, Font, Alignment, Number və digərlərini aid edə bilərik. Worksheet, yəni iş vərəqi, sətir və sütunlardan ibarət bir sahədir. Biz məlumatları bura daxil edirik və bu məlumatlar üzərində də işləyirik. Sheet anlayışı Excel faylında yerləşən ayrı-ayrı iş səhifələridir. Excel iş kitabında maksimum 255-ə yaxın iş səhifəsi yerləşə bilər. Biraz əvvəl qeyd etdiyimiz kimi iş səhifəsi sətir və sütunlardan ibarətdir. Bəs sətir və sütunlar hansılardır? Sütunlar hərflərdən ibarət olaraq şaqli istiqamətdə yerləşir və 16384 ədəd sütunumuz mövcuddur. Sətirlər isə rəqəmlərdən ibarət olaraq üfüqi istiqamətdə yerləşir və 1.048.576 ədəd sətrimiz mövcuddur. Excel'in aşağı doğru düşərsək, burada 1.048.576 ədəd sətr olduğunu müşahidə edə bilərik. Bəs cell anlayışı nədir? Cell, yəni xana, sətir və sütunun kəsişməsindən formalaşır və Excel daxilində ən kiçik element olaraq sayılır. Hər bir xana sətir və sütunun kombinasiyasından əmələ gəlir və hər birinin özünə məxsus adlandırılması olur. Hal-hazırda bizim bu gördüyümüz, rənglədiyimiz hissədə yerləşən xananın ünvanı F3, yəni 3-cü sətir və F sütununun kəsişməsindən əmələ gəldiyi üçün F3 olaraq adlandırılır. Gəlin ekranı təmizləyək. Biz qeyd etdik ki, sətir və sütunun kəsişməsindən xanalar formalaşır və sətir və sütun kombinasiyası ilə yaranan xanalar ünvan adları olaraq qeyd olunur. Yəni, hal-hazırda bizim durduğumuz nöqtə
B3 xanası adlandırılır. Çünki B sütununa 3-cü sətrin kəsişməsindən formalaşmışdır. Hal-hazırda biz bir xana seçmişik. Biz birdən çox xana seçərsək, buna range deyilir. Range başlanğıc nöqtəsi və bitmə nöqtəsinə qədər birdən çox xanadan ibarət olan xanalar toplusuna deyilir. Yəni başlanğıc nöqtəsi hal-hazırda B3 və mən saxladım F8 xanasında. Beləliklə B3-dən F8 arasında birdən çox xananın olduğunu görə bilərsiniz. Və bu yazılışı B3 F8 olaraq qeyd olunur. Biz gəlib Namebox adlandırdığımız bu hissəyə yazdığımız B3 F8 məlumatı daxil edərsək, B3 F8 enterlədikdə B3-dən F8 aralığını seçdiyini görə bilərik. Yox, təkcə B3 yazarsa və enterləsək, təkcə B3-ün seçildiyinin şahidi olarıq. B3 F8 əvəzinə yalnız B3 qeyd edərsək, gördüyümüz kimi yalnız B3 xanasını seçmiş olduq. Və Namebox'un yanında yerləşən bu boşluq isə formula bar adlandırılır. Formula bar hal-hazırda ekranda da yazıda görürsünüz. Formula bar bizim xanaya daxil etdiyimiz məlumatları, həmçinin formulları özündə əks etdirir. Misal, biz xanaya Excel yazarsaq, hal-hazırda xanada və formula barda Excel yazısını görərik. Yox, əgər biz bura formula daxil edərsək, xanada biz formulanın nəticəsini, formula barda isə formulanın özünü görəcəyik. Buna keçməzdən əvvəl ilkin olaraq formulanın necə başladığını sizə deyək. Formulaya başlamaq üçün bərabərlik və ya plus işarəsindən istifadə edə bilərsiniz. Biz gəlin bərabərlikdən istifadə edək və sadə bir riyazi əməliyyat yazaq. 2 plus 3. Yazdıqdan sonra xananın içinə enter düyməsini toxunuruq. Və gördüyünüz kimi xana üzərində biz 5 rəqəmini görürük, amma formula barda xanadakı formulamızı müşahidə etmiş oluruq. Xana üzərində 5 rəqəmini görürük, formula barda isə 5 rəqəmini əldə etmək üçün yazdığımız formulanın özünü görürük. Formula anlayışını istifadə edərək riyazi əmrlərimizdən tanış ola bilərik. 2 plus 3 toplama və ya 6 çıxılsın 5 çıxma, 2 vurulsun 3 vurma və 4 bölünsün 2 bölmə əməliyyatlarımızı tətbiq etmiş olduq. Bunların hər birini bərabərlik yazaraq formulamızı icra etdik. Əlavə olaraq biz xana içində yox, həmçinin xana kənarına istinad verərək, yəni xanalara istinad verərək formullarımızı yaza bilərik. Bu zaman daha dinamik olduğunun şahidi olacaq. 2, 3 yazsaq və biz bura bərabər qoyaraq xanalarımızı seçsək, 2 rəqəmi gördüyünüz kimi D sütunundan 4-cü sətrin kəsişməsindən əldə olunur və biz buna xananın adresi deyirik, yəni ünvan adı və plus bura Y4-ü seçsək, Y sütunundan 4-cü sətrin kəsişməsindən əldə olunan 3-cü dəyəri. Plus Y4 xanasını seçdik. Biz burada ilkin olaraq D4 xanasına toxunuruq. D sütunundan 4-cü sətrin kəsişməsindən əldə olunan ünvana toxunuruq. Burada 2 rəqəm yerləşir. Əlavə olaraq üzərinə Y4 xanasını seçib gəlirik. Və 5 nəticəsini burada müşahidə etmiş olduq. İndi buradakı rəqəmi biz dəyişdikcə artıq nəticəmizin də dəyişdiyinin şahid oluruq. Beləliklə, Excel'in əsas struktur anlayışlarıyla tanış olduq. Bu anlayışlar sadə görünsə də, peşəkar səviyyədə analiz və hesabat hazırlamaq üçün vacib təməl biliklərdir. Növbəti mərhələdə isə biz bu bilikləri real məlumat üzərində tətbiq edəcək və ilk praktiki analizlərə keçəcək. Eyni zamanda bu modul beynəlxalq Excel sertifikatı, yəni MO 211 imtahanına hazırlaşmaq istəyən iştirakçılar üçün tam hazırlıq prosesini təqdim edir. Sonda onu qeyd edim ki, bu sahədə ən vacib şey davamlılıq və tətbiqdir. Data analitikası bir dəfə öyrənilən deyil, daim təcrübə ilə inkişaf edən bir sahədir. Siz öyrəndikcə data sizin dilinizi daha yaxşı anlayacaq.
Görüşmək ümidi ilə sağ olun.